Nazirlər Kabinetinin qərarına görə martda bayram günlərinin ardıcıllığını təmin etmək üçün iş və istirahət günlərinin yeri dəyişdirilib. Beləliklə, ümumilikdə 12 gün ardıcıl iş olmayacaq. Bəs bu müddətdə iş yerlərində istehsal və xidmət prosesi necə tənzimlənəcək? Bayramda işə çıxanlara hansı əlavə ödənişlər edilməlidir? Digər bir tərəfdən isə bəzi ekspertlər belə uzun müddətli tətillərin biznesə təsirindən narahatlıq ifadə edirlər. Həqiqətən də buna əsas varmı? Ətraflı sujetdə. Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 gün qeyri-iş günü olacaq. Bu qədər müddətdə əksər iş yerlərində istehsal və xidmət prosesini dayandırmaq mümkün olmadığı üçün növbəli şəkildə işçilər işə çıxacaqlar. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov deyir ki, işçilər bayram günlərində işə cəlb olunarsa əmək haqqı artıq məbləğdə ödənməlidir. Əmək Məcəlləsinin 164-cü maddəsinə görə deməli əməyin ödənilməsinin vaxtamız və işəmiz ödənilmə sistemi var. Əmək haqqının vaxtamız ödənilmə sistemində bayram günü işçi işə cəlb olunarsa, bu halda gündəlik tarif maaşının 2 mislindən aşağı olmamaqla əlavə əmək haqqı ödənilməlidir. Məsələn, deyək ki, işçinin gündəlik tarif maaşı 50 manatdır, o bayram günü işə cəlb olunursa, bu halda ona həmin gün üçün azı 100 manat məbləğində əmək haqqı ödənilməsi lazımdır. Əgər işçi işəmuz əmək haqqı ödənilmə sistemində çalışırsa, bu halda 2 qat işəmuz qiymətlərindən aşağı olmamaqla əmək haqqı ödənilməsi lazımdır. Nüsrət Xəlilov qeyd edir ki, bayram günü işə cəlb olunmuş işçiyə arzusu ilə əmək haqqı əvəzinə əlavə istirahət günü də verilə bilər. Əmək Məcəlləsi işçi və işə götürən arasındakı hüquq və öhdəliklərin minimum səviyyəsini müəyyənləşdirir. Burada da diqqət etdinizsə, maddədə azı 2 misli vurğulanır. Yəni, işə götürən kollektiv müqavilədə, müəssisədaxili qaydalarda bu məbləğin daha yuxarı həddində ödənilməsi nəzərdə tuta bilər. Məsələn, təcrübədə bəzi müəssisələrdə kollektiv müqaviləsində və yaxud da ki, müəssisədaxili qaydalarda bunun, yəni işçi bayram günündə işə cəlb olunarsa, gündəlik tarif maaşının 3 misli, 4 misli məbləğində ödənilməsi də müəyyən oluna bilər. Belə uzun müddətli bayram fasiləsi işçiləri sevindirsə də sahibkarların qayğılarını artırır. Bank, gömrük, vergi və digər dövlət qurumlarının 12 gün işləməməsi onların işinə təsirsiz ötüşmür. Uzun müddətli tətillər sahibkarın fəaliyyətinə müxtəlif baxımdan mənfi təsir göstərir. Bunlardan biri ondan ibarətdir ki, həmin dövrdə deyək ki, gömrükdür, gömrük anbarlarının işlənməsi məsələsidir. Yəni bunlarda fasilələr yaranır və deyək ki, təchizat zəncirinin təmiri məsələsində sahibkara hər hansı xaricdən mal gətirəndə, məhsul gətirəndə və yaxud da daxildə də məsələn bunların qeydiyyatından bağlı məsələlərdə artıq gözləməli olurlar. Bu da onların işlərinə, fəaliyyətinə və istehsalın fasiləsinə mənfi təsir göstərir. Ekspert deyir ki, tətil günləri qurumlar işləmədiyi üçün müxtəlif köçürmələrin həyata keçirilməsində fasilələr yaranır. Bu vəziyyət isə sahibkarların işinin ləngiməsinə səbəb olur. İri müəssisələrdə də hətta belə deyək ki, onlarda istehsal təşkil olunubsa, bu dayanmalar artıq onların fəaliyyətinə, həmçində deyək ki, onların boş dayanmalarına gətirib çıxarır ki, bəzi hallarda bu ümumi maya dəyərinin qalxmasına təsir göstərir. Özəl müəssisə istər-istəməz bu bayram günləri hamısında evdə qalmayacaq, onlar işçilərini işə çıxarırlar və onların xərcləri artmağa başlayacaqdır. Çünki onlar adi günlərdə verdikləri əmək haqqından daha çox, yəni işçiləri işə çıxartmaya görə əmək haqqı verirlər. Bölgələrdə isə əksinə belə uzun tətillərdə turizm obyektləri və restoranlarda canlanma gözlənilir. Bayramı fürsət bilən insanların çoxu rayonlara istirahətə üz tutur ki, bu da yerli sahibkarları sevindirir. Qeyd edək ki, digər ölkələrdə də uzun tətil günləri var. Məsələn, Çində yeni il tətili 15 gün davam edir. Bu müddətdə ölkədə istehlak və ticarətdə, turizmdə önəmli canlanma müşahidə olunur. Yunis Əhmədli, Şəhriyar Əhmədli, Şəkərnaz Şəhəliyeva, Vəfa Şəhlai, İqtisadi Zona.